61 fx beraberdir 2x kvadrat plus 3x üstü 4. Teorem almaq lazımdır bu funksiyada. Bu 2x kvadrat plus 3x-a bir də x kimi baxırıq. Elə təsəvvür edirik, x-i 4-dən teorem alınır. 4 keçir qabağa, üstü bir vahid azalır. Sonra x kimi baxdığımızın da teoreməsinə vururuq. Vurmaq deməli 2x kvadrat plus 3x'in teoreməsi. 4 2x kvadrat plus 3x'in kubu vurmaq. 2x kvadratın teoreməsi 4x, 3x'in teoreməsi 3. Bizdən soruşur teoremənin mənfi 1-də qiyməti. X dəyişəninin yerinə mənfi 1 yazaq. Mənfi 1 kvadratı 1, 2'ye vuranda 2. 3'ü mənfi 1'e vuranda mənfi 3 kubu. 4'ü mənfi 1'e vuranda mənfi 4, üstə gəl 3. 4 vur mənfi 1'in kubu, vur mənfi 1. Elir 4. D bəndi. 62. F2x bərabərdir. Əvvəl cəmin teoremə qaydasını tətbiq edirik. Olur birinci funksiyanın teoreməsi, yəni birinci toplananın teoreməsi, üstə gəl ikinci toplananın teoreməsi. Sonra birinci toplananın da hasılın teoreməsini tətbiq edirik. X kubun teoreməsi birinci funksiya burada budur. Orasının ikinci funksiya. Üstə gəlsin birinci funksiyanın özü, burasının ikinci funksiyanın teoreməsi. Üçün də teoreməsi 0 edir. X kubun teoreməsi 3x kvadrat. Burasının ln kvadrat x. Üstə gəl x kub olduğu kimi qaldı. Ln kvadrat x-dən teorem alanda ln x-ə bir də x kimi baxıb, elə bil x kvadratın teoreməsini alırıq. 2 keçir qabağa, üstü bir vahid azalır. Sonra x kimi baxdığımızın da teoreməsinə vururuq. X kimi baxmışıq ln x-ə, ln x-in də teoreməsinə vururuq. Bu deyilir 3x kvadrat ln kvadrat x. Üstə gəl 2x kub ln x. Vurmaq 1 bölü x. 3x kvadrat ln kvadrat x plus x kubla x gedir ixtisar. Qalır 2x kvadrat ln x. F' y soruşulur. X'in yerinə y yazaq. 3y kvadrat ln kvadrat y üstə gəl 2y kvadrat ln y. Ln y'nin qiyməti 1'dir. Onda bu olur 3y kvadrat vur 1 üstə gəl 2y kvadrat vur 1. Bu nedir? 5y kvadrat. D bəndi. 63. Y' bərabərdir. Əvvəlcə fərqin teoreməsi kimi baxırıq. X kvadrat ln kvadrat x teoreməsi çıxmaq, azalanın teoreməsi çıxmaq, çıxılan teoreməsi. X kvadrat ln kvadrat x hasildir. Olur birincinin teoreməsi, vur ikinci funksiya. Üstə gəl birinci funksiya. Burasının ikinci funksiyanın teoreməsi. 2'nin teoreməsi 0 edir. X kvadratın teoreməsi 2x vur ln kvadrat x. Ln kvadratdan teorem alanda 2 keçir qabağa ln x. X'in də teoreməsi 1. Bu da bərabərdir 2x ln kvadrat x
2x kvadrat ln x. Demek y nöqtəsində qiymətini soruşur. 2y ln kvadrat y üstə gəl 2y kvadrat ln y. Ln y 1'dir. Olur onda 2y üstə gəl. Deməli, burada törəmə alanda 2 keçdi qabağa ln x, sonra ln x'in də törəməsi 1 bölü x. X kvadratla x gedir, burada qalır x. Deməli, 2y. Bu da beraber oldu 4y. Cevap y bende. Altmış dört. Əvvəlcə bu trigonometri funksiyanı sadələşdirək. Kvadratlar fərqi düsturuna göre inir. Cos kvadrat 3x çıxmaq sinüs kvadrat 3x. Burası cos kvadrat 3x üstə gəl sinüs kvadrat 3x. 2 qat bucaq düsturuna göre birinci mötərizə cos 6x, ikinci mötərizə 1 edir. Oranda deyil cos 6x. İndi cos 6x-dan törəmə alacaq. Cosin törəməsi edir sinus, 6x-in də törəməsi 6. Deməli, belə olur da bu. 6x-in törəməsi vurulsun. Cosin də törəməsi sinus 6x mənfi. Bu deyilir mənfi 6 sinus 6x. Eşitlik pi bölü 36. Altı vur pi bölü 36. İxtisar gedir. Sinüs pi bölü 6'nın qiyməti 2'də 1. Mənfi 6'da 2'də 1 vardı, mənfi 3. A bəndi. Altmış beş. Bu da yukarıdaki fonksiyadandır. Deməli, cos kvadrat 2x çıxmaq sinüs kvadrat 2x vurulsun. Cos kvadrat 2x plus sinüs kvadrat 2x. Bu da beraberdir. Cos 4x vur 1. Bu da cos 4x. Cos 4x'dan törəmə alanda mənfi 4 sinüs 4x. Eşitlik pi bölü 24. Mənfi 4 sinüs 4 vur pi bölü 24. Mənfi 2. Altmış altı. Eşitlik x beraberdir. Kosinüs törəməsi mənfi sinüs. 6 qaldı yerdə sabit vuruqdur. 2x minus pi bölü 3. Bir de burası
2x minus pi bölü 3'ün törəməsi. Mənfi 6 sinus 2x minus pi bölü 3. 2x minus pi bölü 3'də xəttə funksiyası törəməsi 12 eləyir. İkisinin əmsalı. Mənfi 12 sinus 2x minus pi bölü 3. 66'da törəmənin pi bölü 4'dəki qiymətini soruşur. Mənfi 12 sinus 2 vur pi bölü 4 çıxmaq pi bölü 3. Mənfi 12 sinus pi bölü 6. Mənfi 12 vur 2'də 1. Bu deyilir mənfi 6. 66'da mənfi 6. A bəndi. 67. 67. F' x. 4 sabit vuruldu qaldı yerində. Sinusun törəməsi kosinus. Arqument necə var elə də qalır. Sonra vurulsun arqumentin törəməsini. X çıxmaq pi bölü 6'nın törəməsi 3. 3'də 4 12. Kosinus. Altmış yedi. F' pi bölü 6. Üç vur pi bölü 6 çıxmaq pi bölü 6. Pi bölü 3. Kos pi bölü 3'te 2'də 1'di. Bu nedir? 6. B bəndi. Altmış sekiz. Altmış sekiz kəsirin törəməsidir. Kəsirin törəməsi bərabərdir kəsir xətti. Məxrəcdə dayanır məxrəcin kvadratı. Surətdə dayanır surətin törəməsi. Surətin törəməsi vur məxrəc. Çıxmaq, surət vurulsun məxrəcin törəməsi. Kök altı x'in kvadratı x. X kvadrat plus x'in törəməsi 2x plus 1. Vur kök altı x. Minus x kvadrat plus x vurulsun. Kök altı x'in törəməsi 1 bölü 2 kök altı x. Kəsirin surət məxrəcin kök altı x'ə vursuq. Bu necə x kök altı x. Surətdə eləyəcək 2x plus 1 kök altı x'i kök altı x'ə vuranda x minus 2 kök altı x'ə vuraq. Qoy burada məxrəc qalmaz. 2 kök altı x'ə. Burada 2 kök altı x gedəcək. Qalacaq x kvadrat plus x. 2x kök altı x. Surəti bıraq açaq. 4x kvadrat plus 2x. Çıxmaq x kvadrat çıxmaq x. Bu da bərabərdir. 3x kvadrat plus x. 2x kök altı x. Surət məxrəci x-a bölsün. 3x plus 1, 2 kök altı x. F' 4.
3 vur 4 üsse gel 1. 2 vur kök altında 4. 13 4. 3 tam 4'te 1. Cevap B bəndi. Altmış deməli 8 oldu. B bəndi 69. 69 da həmin misaldandır. Ancaq bunu indi başqa yolla eləyəcəm. Əvvəlcə bu kəsirin özünü belə çevirək. X kvadrat bölü kök altda x. Üstə gəl x bölü kök altda x. X kvadratı kök altda x-ə böləndə üstəyə çıxılır x. 2-də 1-dən 1 çıxırıq. Aşağıdakı x 2-də 1-dir, yuxarıdakı x 2-dir. 2 çıx 2-də 1 eləyir 2-də 3. X-i kök altda x-ə böləndə bu da elədir kök altda x ya da x 2-də 1 deyirəm. Yəni kök altda x olsun bu. X 2-də 3 belə. Çevirdi, indi törəm alaq bundan. Cəmin törəməsidir. Birinci funksiyanın törəməsi. Üstə gəl ikinci funksiyanın törəməsi. Qüvvət funksiyasıdır. 2-də 3 gedir qabağa, üstündən 1 çıxırıq eləyir. X 2-də 1, yəni kök altda x. 2-də 3 keçdi qabağa, 2-də 3-dən 1 çıxanda elədi 2-də 1. X 2-də 1, o kök altda x deməli. Kök altda x-in də törəməsi 1 böl 2 kök altda x. İndi bunu da ortaq məxrəcə gətirək. 2 kök altda x bölür 3x minus 1. Həmin nəticə aldıqda eşitlik qayda 4'ü tapanda eləyəcək 3/4'də 1. Bu da ikinci. Bir an elədiyimiz başqa yol edir, bu da başqa yol. Yox, burada neçəyə soruşur ki 69'a? Eşitlik 9'u soruşur. 9. Burada yukarıda da pinus almıştı, bunda da pinus. 69'da minus bu. 69'da fonksiyanın özünde minus burada. Burada eşitlik 9'u soruşur. X'i yine 9 koyuruq. 3 vur 9 çıx 1, 2 vur 9. Burada da 6. Burada 26. 2'ye ixtisar gedir. 4/3'də 1. 13, 4, 4. Nömrə 69. C bəndi. 70. Fərqin törəməsidir. Eləyir birinci funksiyanın törəməsi çıxmaq. İkinci funksiyanın törəməsi. Y üssü map x'in törəməsi eləyir y üssü map x. Bir də burası map x'in törəməsi. Çıxmaq. 500x'in törəməsi 500x. Natural loqaritma 5 üslü funksiyadır. Map x'in törəməsi map 1. Bu olacaq y üssü map x. Bu delir 500x. Eli 5. Map y üssü map x 500 map y üssü map x 500x çıx eləmiş. Y bəndi.
71. Cəmin törəmə qaydasına görə birinci funksiyanın törəməsi, çıxmaq üstəgəl ikinci funksiyanın törəməsi, çıxmaq üçüncü funksiyanın törəməsi, çıxmaq dördüncü funksiyanın törəməsi. Bu da bərabərdir. 2x kubdan törəmə alan deyilir 6x kvadrat, sonra 18x, çıxmaq 24. F'(x) bərabər 0 köklərinin cəmi tapın. Bu tənliyin köklərinin cəmi Viyen teoreminə görə eləyir. Mənfi 18/6. Bu deyilir mənfi 3. C bəndi. 72. F'(x) birinci funksiyanın törəməsi 3x kvadrat, ikinci 12x, üçüncü 18. Tənliyin köklərinin hasili. Viyen teoreminə görə köklərin hasili sərbəst sədd böl birinci həmsa. Mənfi 6. C bəndi. 73. Hasilin törəmə qaydasını tətbiq edək. Birinci funksiyanın törəməsi vur ikinci funksiya. Üstəgəl birinci funksiya vurasın ikinci funksiyanın törəməsi. X plus 2'nin törəməsi 1. Mənfi 2 plus 2x. Sadələşdirək. Dörd x, 2x. Bunlar getdi. 3x kvadrat. F'(x) 2'ni tapın. 12. Y bəndi. Cos kvadrat 2x'in törəməsi. 2 keçir əvvəl x kvadrat kimi baxırıq. 2 keçir qabağa olur cos 2x. Sonra vurulsun cos 2x'in törəməsi. Deməli bu elədir 2 cos 2x. Cos 2x'in törəməsi eləyir mənfi sinus 2x. Vurulsun 2x'in törəməsi. 2 cos 2x sinus 2x sinus 4x eləyir 2 qat bucaq üstünə görə. 2x'in törəməsi 2. Oldu mənfi 2 sinus 4x. F' pi bölü 12. Sinüs pi bölü 3 kök altı 3 bölü 2. Mənfi kök altı 3. B bəndi. 75. F'(x) natural logaritma sinüs x'in törəməsi. Eləyir deməli sinusun törəməsi bölünsün sinüs x. Bu da bərabərdir cos x bölü sinüs x. Bu da eləyir kotangens x.
1 eşittir x. Elin cos x'in törəməsi. Cos x'a bir də x kimi baxanda olur onda cos'un törəməsi bölmək cos x. Cos'un törəməsi eləyir. Mənfi sinus x böl cos x. Bu deyilir mənfi tangens x. Soruşur f eşittir x vur g eşittir x. Kotangens x vur mənfi tangens x. Bu deyilir mənfi 1. Cevap D bəndi. Yetmiş altı. F x bərabərdir 3x'in törəməsi. Çıxırsın 2'də 1 cos 2x'in törəməsi. Fərqin törəməsidir. 3x'in törəməsi 3. Burada 2'də 1 sabit vuruldu, qaldı yerində. Cos'un törəməsi mənfi sinus 2x. Burası 2x'in törəməsi, o da elədi 2. 3 minus sinus 2'ler gelir. 3 sinus sinus 2x. Eşitlik mənfi pi bölü 4. Yetmiş altı cevap 2. 77. F x bərabərdir. Fərqin törəmə qaydasıdır. Birincinin törəməsi çıx ikincinin törəməsi. 2x'in törəməsi 2. 3'də 1 sabitlik qalır. Sinusun törəməsi kosinus 3x. Burası 3x'in törəməsi, o da 3. 3'ler gedir. 2 minus cos 3x. Eşitlik mənfi pi bölü 3. 2 minus kosinus 3 vurulsun mənfi pi bölü 3. Mənfi 1, bu deyilir 3. 77 cevap 3. 78. Y eşitlik bərabərdir. Mənfi 6'da 1 burası. Natural logaritmanın törəməsi eləyir. Mənfi 3x'in törəməsi bölünsün mənfi 3x. Bu eləyir 18x. Bu da mənfi 3. Elədi mənfi 1 bölü 6x. Y eşitlik mənfi 24'də 1. 1 bölmə 6 vur mənfi 24'də 1. Bu elədi 4. Yetmiş 9. Altıda bir sabit vuruldu, qaldı yerində. Elin 2x'in törəməsi, elir 2x'in törəməsi böl 2x. 12x 2 1 böl 6x. Eşitlik 12'də 1. 1 böl 6 vur 12'də 1. Bu deyilir 2. 79'un cevabı 2.
80. Törəmə alaq hasilin törəməsidir. Birinci funksiyanın törəməsi birinci vurğudur. Burası ikinci funksiya. Üstəgəl birinci funksiya burası ikinci funksiyanın törəməsi. Sinüs x plus a'nın törəməsi cos x ilə a sabitdir, onun törəməsi 0 oldu. Sinüs x minus b'nin törəməsi oldu cos x. Mötərəzələri açaq. Bu da bərabərdir. 2 sinüs x cos x plus a minus b cos x. Ne deyir bizə? F0 verib 1. F0'ı tapaq. X'in yerine 0 qoyanda olur. Sinüs 0 plus a. Sinüs 0 minus b. Sinüs 0'ın qiyməti 0'dır. Bu da olduğunda mənfi AB. F0. Sonra f(0'ı tapaq. 2 sinüs 0 vur kosinüs 0. Üstəgəl a minus b kosinüs 0. Sinüs 0 0'dır, cos 0 1'dir. Bu da də a minus b. Deməli, mənfi AB-ni verib 1. Açıq B-ni verib 4. Yani AB mənfi 1'dir. Açıq B 4'dür. A kub çıx B kubu soruşur. A kub çıx B kub bərabərdir A minus B. A minus B kvadratı plus 3AB. Eynilikdir bu. Burada qoyaq yerinə. A minus B 4. 4'ün kvadratı 3 vurursa mənfi 1. 4 vurursa 16, bu da 19. 76. 80 oldu, 76. Cavab düz gəlmədi. Yoxlayaq görək, haradadır səhv? Deməli, burada üstə gəlməymiş, çıxma yazmışdım. Vur 13. 13'e vuranda gelir 52. Cevap 52. Heştadı 1. B'nin hansı gibi de funksiyası üçün 2x plus b teoremi bu oldu. F' 2 2 vur 2 plus b 4 üstə gəl b. Şərtə görə 4 üstə gəl b bərabər 9'a. B bərabərdir 5'e. Cavab 5. 82. x sinüs 2x çıxmaq 1'in törəməsi. 2x'in törəməsi 2, burası sinüs 2x. Sonra plus sinüsün törəməsi cos 2x, burası cos 2x. Hasılın törəməsi 1'in də törəməsi 0 elədi.
Deməli, teoremanın pi bölü 4'də qiyməti f' pi bölü 4. 2 sinus 2'ni pi bölü 4'e vuranda pi bölü 2. 2'ni pi bölü 4'e vuranda pi bölü 2 kosinus. 2'ni pi bölü 4'e vuranda pi bölü 2. 2 vur 1 üstə gəl pi bölü 2 vur 0. Bu nə elədi? 2. 82'nin cevabı 2. 83. Cəmin törəmə üsuluna görə x'in törəməsi 2, o da 2'ye vuranda 4, sinusun törəməsi cos 2x. F' pi bölü 6. Cos 2'ni pi bölü 6'ya vuranda pi bölü 3. Bu da 9. Cevap 9. Kəsirin törəməsi. Surətin törəməsi vur məxrəc. Çıxmaq, surət vurusun məxrəcin törəməsi. Məxrəcdə də dayanır məxrəcin kvadratı. 2x'in törəməsi 2. 1 minus x kvadratın törəməsi mənfi 2x. Deməli, törəmənin sıfırdakı qiyməti f' 0. 2 bölü 1, bu deyilir 2. 85. Surətin törəməsi vur məxrəc. Çıxmaq, surət vursun məxrəcin törəməsi. Altı x 1 minus x kub. X kubun törəməsi mənfi 3x kvadrat, 1'in törəməsi 0. Sadələşdirək. F' 0. X'in yerine 0 yazanda 3 vur 0 üstü 4, üstü gəl 6 vur 0. 1 minus 0'ın kvadratı, bu deyilir 0. Cevap 0. 86. F' x. Əvvəl qüvvət funksiyasının törəməsi kimi alınıq. 5 keçir qabağa. 5'dən 1 çıxırıq 4. Sonra da vururuq x kimi baxdığımızın törəməsi. X kvadrat minus 2x minus 1'in törəməsi.
4x kub minus 2. F' 1'i soruşur. X'in yerine 1 yazsın. 1 üstü 4 çıxmaq 2 vur 1 çıx 1. Beş vur 16 vur 2. 160. Eşitad 7. F'(x) bərabərdir. Deməli, x-i 5 çıx 2x çıx 1'ə bir dənə x kimi baxsın. Qüvvət funksiyasının törəməsi kimi ola bilər. 3. Sonra x-i 5 minus 2x minus 1'in törəməsi. X-i 5'in törəməsi 5x-i 4, 2x'in törəməsi 2. Eşitad 7'de f' 1'i soruşur. X'in yerine 1 yazaq. 3 vur 1 çıx 2 çıx 1 üssü 2 5 çıx 2. O deyir 3 vur 4 vur 3. 12'nin de 3'e vuranda 36. Cevap 36. Deməli, bu hasildir. Olacaq birinci funksiya törəməsi vur ikinci funksiya. Üstə gəl birinci funksiya vur ikincinin törəməsi. İndi cəmin törəməsini alırıq. 4x plus 3 Cos-x'in törəməsi mənfi sinus x eləyir. Mənfi soruşur f' 1. X'in yerine 1 koysun 7. 8. Koysun 0'ı soruşur. Koysun 0. X'in yerine 0 koysun. 3 vur koysun 0. Çıxmaq sinus 0 vurmaq. 0 plus 0 plus 1 bərabərdir. 3 vur 1 çıxmaq 0 vur 1. Bu da elədi 3. Cavab 3. 89. Hasilin törəməsini birinci funksiyanın törəməsi vur ikinci funksiya. Üstə gəl birinci funksiya vur ikincinin törəməsi. Soruşur f' 0'ı. X'in yerine 0 yazanda olur 2 vur sinus 0. Üste gel 1 vur koysun 0. 2 vur 0. Üste gel 1 vur 1. Bu da elədi 1. Cevap 1. 90. Törəməsini tapaq funksiyanı f'(x) bərabərdir. A minus 5 sabitdir. X kubun törəsi 3x kvadrat edir. Onda olur 3. A minus 5 x kvadrat. X kvadrat törəməsi 2x. A kvadrat minus 9 sabitdir, qalır yerində. 4'ün də törəməsi 0'dır, yazmadım onu.
Deyir A parametrin hansı müsbət qiymətdə funksiyanın törəməsi cüt olar. Yəni bu cüt funksiya olar. Funksiya çoxəlli şəklindədir. Funksiya çoxəlli şəklində veriləndə onun cüt funksiya olması üçün x-in ancaq cüt qüvvətləri orada iştirak etməlidir. Tək qüvvətləri olmamalıdır. Tək qüvvətin də olmaması üçün bu 2 vurulsun a kvadrat minus 9 gərək 0 ola. Buradan anılır ki a kvadrat minus 9 0, a elir plus minus 3. A'nın müsbət qiymətini soruşduğuna görə A'nı 3 götürəcək. Cavab 3. ...91. A parametrin hansı qiymətinə funksiyanın törəməsi cüt funksiyadır. Əvvəl funksiyanın törəməsini tapaq. A plus 4 sabitdir, qalır yerində. X kubun törəməsi 3x kvadrat edir. 3'ü birinci yazıq. A kvadrat minus 16 sabitdir, qalır yerində. X kvadratın törəməsi 2x edir. İndi deyir, törəməsi bu cüt funksiyadır. Cüt funksiya olması için x'in əmsalı 0 olmalıdır. A kvadrat minus 16 0. A bərabərdir plus minus 4. Müsbət qiyməti soruşduğuna görə A 4 olur. Cavab 4. ...92. Hasilin törəməsidir. Birinci funksiyanın törəməsi var, ikinci. Üstə gəl birinci funksiya vurulsun. İkinci funksiyanın törəməsi. 2 kök altda x plus 2 kök altda x'in törəməsi 1 bölü 2 kök altda x. Bu da bərabərdir. 4x plus 2x minus 3. 2 kök altda x. Bu deyilir 6x minus 3. 2 kök altda x. Eşitlik 1. 6 vur 1 çıx 3. 2 kök altında 1. 3 bölü 2. 1 onda 5. F1. 2 vur 1 çıx 3. Kök altında 1. Bu deyildi mənfi 1. F' 1 üstə gəl F1. Sıfır onda 5. Hasilin törəməsi deyilir. Birinci funksiyanın törəməsi. Vur ikinci funksiya üstə gəl. Birinci funksiya burası ikincinin törəməsi. 3 kök altda x plus 1 kök altda 2 kök altda x. Bu da sadələşdirmək istəsək əgər vacibdir ancaq. 6x plus 3x plus 4. 9x plus 4 2 kök altda x olur. F' 1. 9 vur 1 üstə gəl 4. 2 kök altda 1. 13 bölü 2 6 onda 5. Sonra F1. Cevap 0,5. 94. F' x.
Hasılın törəməsidir. Birinci funksiyanın törəməsi vur ikinci funksiya. Üstə gəl birinci funksiya vur ikincinin törəməsi. Y üssü 2x'in törəməsi y üssü 2x vurulsun 2x'in törəməsi. Kosinüs x'in törəməsi mənfi sinüs 3x vur 3x'in törəməsi. 2x'in törəməsi 2 kosinüs 3x vur y üssü 2x. Burada da mənfi y üssü 2x vur sinüs 3x vur 3. Ne soruşur 94'te? Eşitlik 0. 2 koysun 0 vur y üssü 0. Y üssü 0 sinüs 0 vur 3. Kosinüs 0 1'di, y üssü 0 da 1'di. Sinüs 0 0'dı. Elədi 2. Cevap 2. Doksan beş. Hasılın törəməsidir. Birincinin törəməsi vur ikinci funksiya. Üstə gəl birinci funksiya vur ikincinin törəməsi. Y üssü mənfi 3x mürəkkəb funksiyadır. Y üssü mənfi 3x bir də vursun mənfi 3x'in törəməsi o da mənfi 3 eləyir. Burada da sinüs y üssü mənfi 3x qalı olduğu kimi sinüs 2x'in törəməsi ilə cos 2x bir də burası 2x'in törəməsi o da eləyir 2 yazdım orada qabaqda. Soruşur eşitlik 0'ı. Mənfi 3 y üssü 0 sinüs 0. 2 y üssü 0 kosinüs 0. Y üssü 0 1 kosinüs 0 0. 1 1. Böyle 2. 95'in de cevabı 2. Doksan altı. Eşitlik x. Hasıldı bu da. Birinci fonksiyanın törəməsi olsun, ikinci fonksiya üstə gəl. Birinci burası ikincinin törəməsi. Cos x burası y üssü x. Y üssü x. Törəmənin sıfırdakı qiymət. Kosinüs 0 vur y üssü 0. Sinüs 0 sinüs 1 y üssü 0. Elədi 2. Cevap 2. Doksan yedi. Cos x plus 1'in törəməsi mənfi sinüs x. Burası y üssü x. Plus
Cos x plus 1 burası y üssü x'in türemesi, o da y üssü x. Bir de p'ye yaz. Türeme sıfırdaki kıymet. Menfi sinüs 0 y üssü 0. Kosinüs 0 sinüs 1 y üssü 0. Sıfır vur 1. Üsse gel. 1 sinüs 1 vur 1. 2.